Salam əziz və dəyərli müəllimlər. Bugün mən sizə yenicə işıq üzü görmüş test bankımızla bağlı məlumat vermək istəyirəm. Bu test bankı kimlər üçündür, kimlər istifadə edə bilər və hər kəsin ən çox mənə verdiyi suallardan biri MİQ və sertifikasiya üçün olan çərçivə sənədini ödəyirmi və ya bu kimi bəzi suallara cavab vermək istəyirəm. Birinci sual. Bu test bankı kimlər üçün? Bu test bankı MİQ və sertifikasiya yazılaşan bütün ingilis dili müəllimləri üçündür. Eləcə də 4-cü kurs tələbələri və digər ingilis dili müəllimləri, yəni ali məktəblərdə çalışan ingilis dili müəllimləri üçün də bu test bankı nəzərdə tutulur. İkinci sualımız. Bu test bankı MİQ və sertifikasiya üçün olan çərçivə sənədini ödəyir. Bəli, ödəyir, tam şəkildə ödəyir. Belə ki, suallarda qəti şəkildə nəzəri, teorik suallara yer verilməyib, yəni belə bir suallar istifadə etməmişəm demək olar. Əsasən 95% praktik suallardır. Yəni gap filling, boşluq doldurma ilə bağlı test nümunələridir. Cümlə əsaslı testlər də var, yəni sentence based deyirlər buna. Cümlə əsaslı testlər də var, boşluq doldurma ilə bağlı test nümunələri də test bankımızda öz əksini tapmışdır. Və digər mənə ünvanlanan suallardan biri və hər kəsin ən çox verdiyi suallardan biri, müəllim, test bankınızdakı suallar istisna qaydalar üzərində qurulur. Cavab olaraq onu qeyd edeyim ki, xeyr. Bu test bankında heç bir şəkildə istisna qaydalara yer verilmir. Bunu xüsusilə altına xətt çəkmək istəyirəm. Çünki bu test bankı istisnaların daha çox yer aldığı bir test bankı deyil. Heç bir istisnanın olmadığı bir test bankı. Sırf praktik yönümlü bir test tapşırığıdır. Test tapşırıqları daha doğrusu. Yəni, kənarda və ya not hissəsində qalan və ya hal-hazırda müasir dövrdə istifadə olunmayan, mövcud olmayan heç bir qayda bu test bankında yoxdur. Sırf praktik yönümlü, əsasən də gap filling dediyimiz, yəni completion-la bağlı olan, boşluq doldurma ilə bağlı olan test nümunələridir. Testlərin səviyyələri bəsində şəkildədir. Testlərdə hər leveldan, təbii ki, A1-dan söhbət gedə bilməz. A2-dan başlayaraq A2, A2 plus, B1, B1 plus, B2 levellarda B2 plus yoxdur. Bu levelda test nümunələri hazırlanır və indi gəlin mən sizə hansı mövzuların olduğunu göstərim. Deməli, buradan da gördüyünüz kimi kitabımızda MİQ çərçivə sənədində və ya sertifikasiya çərçivə sənədində hansı mövzular varsa, demək olar ki, hər bir mövzu kitabımızda mövcuddur. İstər isim olsun, istər say bölməsi olsun, istər zamanlar bölməsi olsun, istər modal feil və ya söz önləri və ən əsası hər kəsin ən çox istədiyi söz testləri, yəni lexicology hissəsi də ayrıca test bankımızda öz əksini tapır. Toplam 100-ə yaxın sualdır və yalnız 8, 9, 10, 11-ci siniflərdə olan bütün sözlər, idiomlar, phrasal verblər bu deməli leksik hissədə öz əksini tapmışdır. Bir neçə nümunə göstərmək istəyirəm. Deməli, testimizdə gördüyünüz kimi sırf gap filling-dən bağlı test nümunələridir. Təkrar qeyd edirəm, xüsusi olaraq vurğulayıram, heç bir istisna qayda istifadə olunmayıb. Çətin, heç kəsin edə bilməyəcəyi, köhnə, müasir dövrlə ayaqlaşmayan heç bir qayda test bankında mövcud deyil. Çünki müəllif olaraq, təbii ki, bunu demək mənim üzərimə düşür, deməliyəm. Çünki bəzi müəllimlər düşünə bilər ki, hə, testlərdə istisna qaydalardır, çətindir, qəti şəkildə belə bir şey yoxdur. Sırf bildiyiniz praktik suallardır.
Yəni, suallar hansı mənbələrdən və ya mənbələrə əsasən hazırlanıb, yəni hansı mənbələrə istinad olunaraq hazırlanıb? Belə bir sual əgər ünvanlasanız, bu kitabımız Michael Swondur, Martin Hemmings'dir, Oxford'dur, Cambridge'dir. Yəni bu kitablarla hazırlanıb, onların tapşırıqlarına görə hazırlanıb. Yəni e, düşündüyünüz çətin formatda heç bir test nümunəsi bu kitabımızda mövcud deyil. Məsələn, bu isim bölməmizdir. Digər məsələn, onu qeyd edeyim ki, hər test nümunəmiz minimum 70-80 sualdan ibarətdir. Məsələn, bu kəmiyyət ifadə edən sözlərlə bağlı bir test nümunələridir. Gördüyünüz kimi heç bir istisna qayda yoxdur. Sırf boşluq doldurmalarla bağlıdır. Və yaxud da ki, ismi birləşmələrlə noun phrase dediyimiz successive orderlarda, yəni qeyri-adi bir şey yoxdur. Buradan da gördüyünüz kimi bunlardır. Yəni çətin nümunələr deyil. Və yaxud da ki, digər mövzulara geçsək, məsələn, Florian bölməsində yenə boşluq doldurmalar, gap filling suallardır gördüyünüz kimi. Təbii ki, sentence-based suallar da var. Yəni bu olmalıdır. Yəni bu mümkündür. Çünki bizim formatımızda cümlə əsaslı suallar da var. Zaten qaçılmaz deyil. Yəni var. Tutaq ki, modal fe'l, məsələn, sifət zərf bölməsində demək olar ki, boşluq doldurma ilə bağlı əsasən və hər kəsin ən çox maraqlandığı mövzulardan biri modal fe'llərdir. Modal fe'llər əsasən situasiyalarla bağlıdır. Məsələn, bir situasiya verirəm. Deyirəm ki, bu situasiyaya hansı modal fe'l, hansı cümlə istifadə oluna bilər? Yenə gördüyünüz kimi boşluq doldurmadır və ya cümlə içərisində hansı cümlə yanlış ola bilər modalların istifadəsinə görə. Yəni, qeyri-adi, istisna olan, heç kəsin yaza bilməyəcəyi test nümunələri deyil. Gördüyünüz kimi hamısı sırf modal fe'llərlə bağlı test nümunələridir. Boşluq doldurma da var, sentence-based suallar da var. Lexicology hissəsinə getmək istəyirəm, leksik suallara. 8, 9, 10, 11-ci siniflərə aid sözlər istifadə olunub. Gördüyünüz kimi. Dərsliklərdə olan sözlər daha doğrusu. Bu sözlərimizin hamısı demək olar dərsliklərimizdə var. 9-cu sinifdəndir, 10-dandır, 11, bu 9-dur, 10-dur. Yəni hər sinifdən sözlər istifadə eləmişəm. Məsələn, bu gördüyünüz kimi 10-cu sinifdəndir. Put down, get down, məsələn, bu söz. Yəni bu şəkildə. Təşəkkür edirəm. İnşallah ki, bu test bankımız sizlər üçün faydalı olur.